Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sangisur, Zəngəzurdan keçən yol filminin təqdimatı olub. Qısa metrajlı filmdə Zəngi tayfalarının ilk yaşayış məkanlarından və yayıldıqları ərazilərdən bəhs olunur. Film həm də onların qəhrəmanlıqlarını əks etdirir. Bütün bunlar araşdırma filmində Misir, Özbəkistan və Azərbaycandan olan alimlər və araşdırmacıların fikri olaraq onların öz dilindən səsləndirilir. Nümayiş etdirdiyimiz Sangisur, Zəngəzurdan keçən yol filmi günümüzün reallığı ilə, mübarizəmizin xeyri ilə, yəni biz xeyirdə qalib gəldik, zəfər qazandıq. Onunla səsləşdiyi üçün özümü çox xoşbəxt hiss edirəm. Bu filmin ərsəyə gəlməsində qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Türk Mədəniyyəti İrsi Fondu kömək elədi və mən bu xoşbəxtliyin sahibi oldum. Bilirsiniz, nə ilənsə bir qatqım oldu Türk dünyasına bir daha. Filmin bəzi hissələri Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində çəkilib. Böyük zövqlə izlədik və məlum oldu ki, Zəngi toponimi təkcə bizim təsəvvür etdiyimiz, tanıdığımız coğrafiyalarda deyil, coğrafiyası çox genişdir. Orta Asiya, Uzaq Şərq, həmçinin Yaxın Şərq, daha böyük coğrafiyada Zəngi toponimi ən müxtəlif formalarda zaman-zaman tarixin ən dərin qatlarından bu günlərə qədər istifadə olunubdur. Müxtəlif yer adlarına verilibdir. Qeyd edək ki, ssenari müəllifi və layihə rəhbəri Aida Eyvazlı, redaktoru Vəli Əkbər, quruluşçu rejissoru Vüsal Orucov, rejissoru Rəna Yunislidir. Operatorlar Fariz Şıxəlizadə və Rüstəm Abdullayev, montajçı isə Rauf Əzimovdur. Təqdimat mərasimində filmin kollektivinə təşəkkürnamələr təqdim olundu. Günay Bünyadzadə, Mirəziz Mirəlioğlu, Aysel Abbasova, ASTV Xəbər.